Okey. Bir daha salam dostlar. İlk öncə vaxt ayırıb webinara qoşulduğunuza görə hər birinizə təşəkkür edirəm və ümid edirəm ki, bu faydalı bir belə deyək webinar olacaq. Və bu webinarda əslində təşkil etməyimizin əsas səbəbi və məqsədimiz bir mənada maliyyə bazarlarına biraz fərqli yanaşmanı təqdim etməkdir. Çünki ümumiyyətlə 2020-dən sonra bütün dünyada, o cümlədən bizim də ölkəmizdə belə deyim, maliyyə bazarlarına qoşulanların sayı durmadan artmaqdadır və hər kəs düşünür ki, bu sahədə qoşulsaq qısa zamanda milyoner olacağıq. Belə bir düşüncə də var. Və bir çox insan fərqli resurslardan bir ümid, bir necə deyirlər, bir möcüzə və yaxud da Holy Grail deyirlər ona. Hər hansı bir möcüzəvi formula axtarırlar ki, biz o formulu tapsaq, buradan qısa zaman ərzində zəngin olacağıq. Və bu webinarların məqsədi əslində tamamilə bazara fərqli yanaşmaları, fərqli analiz üsullarını göstərməkdir. Həqiqətən effektiv olan yanaşmaları, çünki bu yanaşmalar illərlə belə deyək də araşdırmaların və testlərin nəticəsində əldə etdiyimiz yanaşmalardır. Hansı ki, bunlardan özümüz istifadə edirik və effektivini gördüyümüz, yəni nəticələrini gördüyümüz yanaşmalar sizinlə, strategiyalar sizinlə paylaşmaq istəyirik ki, ən azından digər şeylərə vaxtınızı itirməyəsiniz. Çünki hal-hazırda vaxt ən böyük belə deyək kapitaldır. Və bir də axırda da belə deyək də təəssüf hissindən ayrılmayasınız. Okey, demək bu bazarda nəticə əldə etmək mümkün deyil. Ona görə mən çalışacağam ki, belə deyək, daha çox praktik yönü ilə sizə məlumatları çatdırmağa çalışım. Bir öncəki webinarımızda bir mənada maliyyə bazarına giriş xarakterli məlumat verdik. Burada bazarlar nədir, Forex nədir, deyək, səhm bazarı nədir, istiqraz bazarı nədir, ümumi olaraq fundamental analiz nədir, texniki analiz nədir və s. bu məsələlərə biraz toxunmağa çalışmışdım birinci webinarda. Bu webinarda mən sırf texniki analiz nöqteyi nəzərindən çalışacağam və texniki analiz nöqteyi nəzərindən çalışacağam ki, izah edeyim, sizin üçün effektiv olan strategiyaları çatdırmağa çalışım. Çünki belə desək, bizim kimi retail traderların bazarda sağ qalması üçün ən önəmli əslində analiz üsulu texniki analizdir. Və bu texniki analiz nədir? Necə istifadə edə bilərik? Yeri gəlmişkən texniki analiz çox yüksək effektivliyi olan, eyni zamanda çox problemli bir sahədir. Dələduzluq üçün və ya insanları aldatmaq üçün ən belə deyək məhsuldar bir sahədir. Çünki YouTube-da və yaxud da internet resurslarında baxsanız görərsiniz ki, milyonlarla bununla bağlı yanaşmalar, strategiyalar təqdim olunur, amma 99% bir-birini təkrarlayır və yaxud da ki, effekt ala bilmirsiniz. İndi ilk öncə texniki analizdən başlayaq. Texniki analiz nədir? Necə işləyir? Bizim yanaşmamız nədir, ənənəvi yanaşmalar nədir, onların fərqi nədir və sonda da ümumiyyətlə biz praktik olaraq okey, bunu necə istifadə edə bilərik və bundan necə pul qazana bilərik. Yəni webinarın son məqsədi zaten praktik olmasıdır və sizin üçün ən azı faydalı olmasıdır. İndi mən çalışacağam ki, bunu izah edeyim. İlk öncə webinar planımızdan başlayaq. Texniki analiz. Dostlar, texniki analiz qısaca desək, bir mənada bazara bir var fundamental analiz. Fundamental analizdə siz makro iqtisadi analiz edirsiniz. İqtisadi qanun uyğunluqlara baxırsınız ki, okey, bir ölkənin valyutası və yaxud da nə bilim bir ölkənin səhm bazarı yüksələcəkmi, yoxsa enəcəkmi? Onun iqtisadi göstəricilərinə baxırsınız. Birinci olaraq faiz dərəcəsinə baxırsınız Mərkəzi Bankın, sonra əmək bazarına baxırsınız, sonra inflyasiyaya baxırsınız, sonra ümumi olaraq digər istehsal sahəsinə və s. minlərlə göstəricilər var ki, bunlara baxırsınız və onun əsasında bir mənada iqtisadiyyatı öngörməyə çalışırsınız ki, tutaq ki, bu iqtisadi artım olacaqmı, ÜDM artacaqmı və yaxud da inflyasiya yüksələcəkmi, federal Amerika üzərindən misal çəkim daha çox, federal ehtiyatlar faiz dərəcəsini artıracaqmı, azaldacaqmı və s. Bu bir mənada makro traderlar üçün önəmlidir. Yəni makro traderlar da milyardlarla, bəlkə də nə bilim, trilyonlarla vəsaiti idarə edirlər. Onlar makro traderlardır və bizim kimi kiçik retail traderların bu şeyləri gözləməsi və yaxud da uzun müddətli makro trade eləməsi, makro trendləri tutması açıq-saçıq çox çətindir. Birincisi, onların tezliyi az olur. Yəni misal üçün bir ölkənin səhm bazarı nə bilim, bəlkə də siz düşünürsünüz ki, hə bu il qalxacaq, tam əksinə həmin il düşə bilər və siz bazardan zərər edib çıxa bilərsiniz. İkinci il siz bir daha girməyə vəsaitiniz olmaya bilər və yaxud da ki artıq belə deyək, gecikmiş ola bilərsiniz. Bu baxımdan makro trendləri tutmaq çox çətindir. Lakin texniki analiz dostlar, bir mənada qrafika baxıb bazarı proqnoz etməkdir ki, hə, bu bazar yüksələcəkmi yoxsa enəcəkmi? Və yaxud da ki, məsələn, texniki analizə əsasən müəyyən bir bazarda statistik avantaj tapmağa çalışırsınız. Məsələn, mən bazarı test eləmişəm, müəyyən bir tutaq strategiyanız var və görürsünüz ki, hə,
qiymət bu səviyyəni keçəndə misal üçün qalxır və ya bu səviyyəni qıranda aşağı keçəndə düşür və bunu əsasən statistik test edirsiniz ki, neçə dəfə buranı qıranda, məsələn bu qiymətdən keçəndə yüksəlir, neçə dəfə bu qiymət aşağı qıranda aşağı düşür və bunu əsasən təhlil edib ehtimalınızı çıxardırsınız və bunun üzərində strategiya qurmuş olursunuz. Təbii texniki analizin özünü bir mənada əslində Dow Jones bir mənada icad etmişdir və onun Dow Jones adına indeks də var, eyni zamanda Wall Street Journal'ın təsisçisi olub. Məsələn, o deyir ki, bir neçə prinsip irəli sürüb. Bu prinsiplərdən birincisi o idi ki, history repeats itself. İnsanlar da bu fikri alır, biraz sürətli danışmağa çalışacağım. Çünki bizim bir saat vaxtımız var və mən bir saat çalışacağam ki, sizə əsas belə deyək, praktik nüansı çatdıra bilim. Amma ümumi bir geniş belə deyək də fondan baxmaq lazımdır məsələyə. Həm buyurun bu stratejiyə gedin ticarət edin, o deyil. Bu sahəyə biraz detallı baxmaq lazımdır ki, məsələn necə inkişaf edir. Yəni history repeats itself, tarix öz-özünü təkrar edir. Bu fikri insanlar aldı, deyir ki, okey, deməli məsəl üçün qrafik öz-özünü təkrarlayırsa və müəyyən burada da formasiyalar icad edir insanlar. Bu formasiyalardan birisi də məsələn yüzlərlə formasiya var. Məsəl üçün ən populyar olanlardan birisi məsələn baş çiyin formasiyası, head and shoulders-dır. Və işin ən böyük problemi tərəf bilirsiniz nədir? Bunu çox ciddi analitiklər də başlayır. İndi baxsanız populyar saytlar var da. Bloomberg olsun, nə bilim və ya investing.com olsun, ən çox istifadə olunan belə deyək də data üçün, analiz üçün istifadə olunan saytlardan birisidir. Bizə baxsanız analitiklər yekə-yekə cümlələrlə yazır ki, head and shoulders orada yarandı. Dostlar, belə tipli analizlər çox bəsitdir və gülüncdür. Əslində bu bir yemdir insanları bu sahəyə belə deyək, cəlb etmək və bir ümid yaratmaq üçün. Niyə görə? Çünki pattern recognition, yəni history repeats itself Dow Jones-un zamanında işləyə bilərdi. Digitallaşma gələnə qədər işləyə bilərdi. Çünki bilirsiniz, həmin dövrlərdə, yəni bu digitallaşma gələnə qədər bir mənada o qrafiki ürəyin kardioqrammasını çıxardılan kimi o kağızda alırdılar. Yəni o dövrlərdə. Və ona əsasən insanlarda o qədər belə deyək də informasiya sürətli yayılmırdı. Kimsə görə bilərdi ki, okey, həqiqətən də qiymət o formasiya formasını alanda, məsəl head and shoulders-ın bir quyruğunu qırdısa, məsəl düşür və yaxud da yüksəlir. Onunla ticarət edə bilərdi. Amma artıq digitallaşma dövrünədir. Yəni bu bazara girən hər kəs bilir ki, head and shoulders patterns var orada. Bunu deyək ki, aşağı quyruğunu qırdısa bu gedəcək düşüncəsi ilə hər kəs əməliyyat atsa, hər kəs qazanar. O zaman itirən kim olacaq? Yəni ona görə də bu tip history repeats itself düşüncəsindən, prinsipindən qaynaqlanan o tip analizlər bir mənada heç nəyə yaramır. Bundan əmin ola bilərsiniz. Yəni belə trend kanalları çəkirlər. İndi mən burada çəkib göstərmək istəmirəm, çünki ona vaxtımız azdır və çatmayız. Amma bu sahələ məşğul olanlar bilir və yaxud da ən azından YouTube-da məsələn yüzlərlə görə bilərsiniz. Trend xətti çəkirlər və yaxud nə bilim müəyyən məsələn fincan formasiyası var. Təsəvvür edin, bunu yeyəcəmişəm bizim investisiya şirkətlərimizdən birisi öz səhifəsində paylaşmışdı ki, filan şeydə fincan formasiyası yaranıb. Yəni təsəvvür edirsiniz, fincan formasiyası. Belə şeylər çox bəsitdir. Siz qrafikə baxırsınız, sonra fincan görürsünüz. Bunun problemi niyə görə bu işləmir? Birincisi dostlar, bunun ən böyük işləməmə səbəblərindən birisi zaman dilimi faktorudur. Siz 5 dəqiqəlik qrafikdə, hər hansı bir alətin, maliyyə alətinin qrafikində tutaq ki, siz head and shoulders, baş çiyin formasiyası və yaxud da fincan formasiyası və ya bayraq formasiyası, üçbucaq formasiyası görə bilərsiniz. O qrafikdən 4 saatlıq qrafikə keçdiyiniz zaman tam fərqli bir şey görəcəksiniz. Onu sual olunur, hansını əsas alacaqsınız? Yəni bu tip analizlər bir mənada subyektivdir və buluda baxıb şəkil görməyə bənzəyir. Və inanın ki, zaman itirmə məsələsidir. Yəni mən kifayət qədər onlara vaxt sərf etmişəm və sonra görmüşəm ki, yəni bu insanın özünü aldatması deməkdir. Ona görə bu vizual yanaşma bir mənada çox bəsit və amatör bir yanaşmadır. Bir digər ən populyar yanaşmalardan birisi Elliot dalğa nəzəriyyəsi. Bunu Elliot müəllim kəşf etdi və hər kəs də belə ağız dolusu danışır. Elliot dalğa nəzəriyyəsinə baxsanız tamamilə insanın özünü aldatmasıdır. Bunu mən iddia edirəm. İndi deyəcəksiniz ki, okey, burada bu izləyicilərdən kimsə bəlkə də istifadə edir. Əgər kimsə onun istifadə edib real nəticə paylaşarsa, mən həqiqətən qürur duyaram və növbəti vebinarımda tamamilə yanıldığımı deyərəm. Amma mən bununla bağlı kifayət qədər araşdırma aparmışam və Elliot dalğası çox problemli məsələdir. Niyə görə? Eyni fikrə qayıdıram. Elliot dalğasının özü də məsələ deyil ki, bazar dalğalar şəklində hərəkət edir. Güya ki, bu çox böyük bir astronomik bir kəşfdir. Təbii, baxan görür ki, orada müəyyən bir dalğaya oxşuyur. Dalğa şəklində hərəkət edir, okey. Və adam bu dalğaların ölçüsünü proqnoz etməyə çalışır ki, məsələn, birinci dalğa ikincidir, üçüncü dalğa məsələn daha uzun olacaq, dördüncü dalğa daha uzun olacaq və s. Yəni
Bu tip yanaşmaların ən böyük problemlərindən birisi yenə də zaman dilimi. Siz 5 dəqiqəlik qrafikdə başlayıb dalğa çəkə bilərsiniz. Amma 4 saatlıqda o dalğanın ölçüləri tam fərqli ola bilər və ya günlük qrafikdə tam fərqli olacaq. Bu bir. İkinci bir ən önəmli faktor. Siz o dalğanı çəkməyə başladığınız nöqtə tamamilə subyektiv nöqtədir. Yəni siz təyin edirsiniz. Siz təyin edirsinizsə, o zaman sizin ölçməniz obyektiv ola bilməz. Yəni misal üçün bunu bir nüansla göstərmək istəyirəm icazənizlə. Tutaq ki, bir GBP USD-dir bu. Məsəl üçün, mən deyək ki, dalğa çəkməyə çalışıram. Mən düşünürəm, mən buradan başlamaq istəyirəm. Məsəl üçün, deyək, birinci dalğa olsun. İndi bunları mən təxmini çəkirəm. Təbii ki, kimsə deyə bilər ki, sən düz çəkmədin. Ən çox deyilən şeylərdən birisi odur ki, yox, siz düz çəkmədiniz. Okey, mən yanlış eləyə bilərəm, amma bunun təməl problemi nədədir, onu göstərməyə çalışıram. Tutaq ki, mən dalğalar çəkirəm, gördüyüm dalğalar çəkirəm. İndi buradan burada çəkə bilərdim. Məsələn, bu nöqtədən deyək başladım. Elə deyilmi? Kim mənə deyir ki, məhz bu nöqtədən başlamalısınız? Mən indi hal-hazırda buradan başlamışaq, deyək 3 dənə dalğa çəkmişəm. 3 dalğa. Mən öz aləmimdə 3 dalğa. Lap bir dənə də çəkək. Bu da 4-cü dalğamız olsun. Məsəl üçün mən bura çəkmək istəyirəm. Məsələn, bu 4 dalğa olsun. Mən 4 dənə dalğa çəkdim. Kim mənə deyir ki, və ya məhdudiyyət qoyur ki, mən bu dalğanı buradan çəkməyim. Baxın. Bu dalğanı mən niyə buradan çəkməyim? Biraz daha keçmişə gedək. Niyə bu dalğanı mən buradan çəkməyim? Biraz daha da keçmişə getsəm, məsəl üçün, niyə bu dalğanı mən buradan çəkməyim? Baxın, bunu niyə danışıram dostlar? Çünki mən kifayət qədər bu sahəni araşdırıram, kim nə paylaşır, nə edir və çox ciddi adamlar bunu paylaşırlar və insanlar da inanır ki, orada məsələn 7-ci dalğa, nə 1-ci dalğa, şərh bildirir. İnanın mənə zaman itkisiz, siz bundan pul qazana bilməyəsiniz, bundan əmin ola bilərsiniz. Sual, baxın, təməl bəsit bir sual verirəm. Kim o məhdudiyyəti mənə qoyur ki, bu analizi aparan adama sual da mən verdim. Hətta Facebookda yazmışdım, mənə cavab vermədi. Dedim ki, niyə görə siz məsələ buradan başlayırsınız? Niyə daha keçmişə gedib başlamayaq? Bu dalğaların sonu gəlmir. Mənim bunu çatdırmaq istədiyim burada odur ki, bu tip yanaşmalarda subyektivdir. Bu dalğaları çəkməyə başlasaq, bunun sonu gəlməyəcək. O zaman siz hardan başlayıb sayacaqsınız ki, bu birinci dalğadır, bu ikinci dalğadır, bu 3, bu 4, bu 5, bu en sayılı dalğadır. Görürsünüzmü? Bu tamamilə subyektiv bir yanaşmadır. Yəni, Eliot dalğa nəzəriyyəsinə boşuna zaman itirməyin. İşin içində subyektivlik var isə, sizin analiziniz, sizin ölçmələriniz obyektiv ola bilməz. Yəni, bu texniki analizin vizual approach, vizual yanaşma dediyimiz tərəfinin bu problemi var. Bu tamamilə inanca əsaslanır və siz inancınıza əsasən bir analiz paylaşa bilməzsiniz. Çox bəsit. Təbii, müəyyən mənada onsuz da hər kəs analiz, proqnoz irəli sürəndə onun içərisində ehtimal vardır. Bu da ehtimal özünə əslində inancı ehtiva edir. Amma ümumi fonla baxanda ən azından siz bir statistik təhlil apara bilməlisiniz. Ki, baxın, mən statistik təhlil aparmışam və neçə dəfə məsələn bu case yaşananda, məsələn, burada tutaq ki, mənim ehtimalım 60%-dir və yaxud da məsələn 50%-dir və 70%-dir, neçə faizdir. Amma bu tip vizual yanaşmalarda ehtimal yoxdur. Bu sadəcə inancdır ki, keçmişdə belə olub, indi də belə olacaq. Heç bir obyektiv ölçümü yoxdur. Dediyimiz kimi, bu vizual approach-un vizual yanaşmanın birinci problemi zaman diliminə görə dəyişir. Məsələn, mən indi 15 dəqiqəlik GBP USD-dir, 15 dəqiqəlikdə qrafik çəkmişəm. Məsələn, mən bunu daily-yə qoysam, daily-yə çəkəndə mənim xətlərim qəribə bir formaya gəlir, düşür. Yəni, nə demək istəyirəm, heç nə anlaşılmır. Tamam, bu zaman dilimi problemi var. Və bütün bunlardan dolayı da bir mənada mən bu yanaşmalardan imtina edirəm. Bu yanaşmalar əgər bu yanaşmalarla trade eləyəcəksə, burada uğurlu olmaq mümkün deyil. Bundan əmin ola bilərsiniz. O zaman biz buradayıqsa, deməli, bu yanaşmalarla trade edib pul qazanmağı düşünürsə, bir mənada özümüzü aldadırıq. Yəni, nəticə olmayacaq, bundan əmin olun. Bir digər faktor isə dostlar, ən önəmli vizual approachlardan birisi şam analizidir. Yəni, bu şam analizi də eyni qaydada subyektiv və problemli bir məsələdir. Təbii, Yapon şamları indi, bilməm, bəlkə də heç kim burada qoşulanlardan kimsə heç təcrübəsi və s. yoxdursa, bu gördüyümüz bir mənada şamlar Yapon şamlardır. Qiyməti əks etdirmək üçün olan bir qrafik növüdür bir mənada və Yapon şamlarının da mahiyyəti bir mənada özündə 4 datanı əks etdirir. Açılış qiyməti,
zirvə, dip və bağlanış qiymətini əks etdirir. Əslində təsvir üçün çox yaxşıdır. Və bu Yapon şamlarındakı populyar analizlər vardır ki, məsələn, mən birisini tanıyıram, adam deyir ki, mən 4-1 şamı öyrəndim, öyrətdilər mənə. Mən amma bütün günü bazarda 4-1 şamı gözləyirəm ki, 4-1 şam gələcək, ona əsasən əməl açacağam. 4-1 şamı bilmənada o deməkdir ki, dostlar, yəni bilməyənlərə. Məsələn, baxın burada bir quyruq, şamın quyruğu var. Gövdəsi, bu gövdə, yəni şamın gövdəsi bu quyruğundan 4 dəfə belə deyək kiçikdir. 4 dəfə kiçikdir. Bu o deməkdir ki, əgər siz belə bir şam görsəniz, məsələn, burada satıcılar güclüdür deməkdir. Stop lossunuzu bir mənada bu şamın üzərinə qoyursunuz və buradan satış açırsınız anlamındadır. Bu da tamamilə subyektiv bir analizdir. Niyə görə dostlar? Birincisi, baxın, şam analizi ilə ən böyük problemlərdən birisi dediyim kimi, siz 5 dəqiqəlikdə baxdığınız şam 4 saatlıqda tamamilə fərqli bir formaya keçir. İkinci bir tərəfdən, əgər sizin analiziniz obyektivdirsə, məsələn, mən çox vaxt sualı verirəm. Okay, bəlkə mən şam analizi deyil də belə xətti qrafika baxıram. Prinsipə baxa bilərəm də, yəni buna nəsə mənə məhdudiyyət qoymur. Mən bu xətti qrafiklə bazara daxil oluram. Onda necə olacaq? Sizin analiziniz necə olacaq? Demək, analiz özü obyektiv deyildir. Yəni ona görə də bu şam analizi, şamın quyruğu belə keçdi, 3-1 şamı yarandı, nə bilim, orada engulfing şam yarandı, hammer çəkic yarandı, nə bilim, hanging man, min cür adlar da qoşdular. Belə çox da indi bilmirəm, təlimlərdə iştirak edirəmsinizsə, belə adlarını da deyirlər, siz deyirsiniz ki, vay, bu yəni bunlarla mən artıq astronomik rəqəmlər əldə edəcəm. Xeyr, elə deyil. Bu tamamilə ortada olan, öz dönəmini itirmiş məlumatlardır və heç bir belə deyək də analitik nəticəsi yoxdur. Buna əmin ola bilərsiniz. Çünki çox bəsit dediyim kimi, şam analizi obyektiv olsaydı, hər şeydə işləyərdi. Bu xətti qrafikdə də işləyərdi. Nə bilim, başqa qrafik növlərində də işləyərdi. Amma o elə deyil. Obyektivliyi yoxdur o tip analizin. Və dediyim kimi, siz bir mənada o tip yanaşmalarla başlayıb ticarət eləsəniz, öz risk menecmentinizi də qura bilmirsiniz və eyni zamanda sizdə çox böyük bir qeyri-müəyyənlik olur ki, siz okey, burada ticarət edirsiniz. Neçə dənəsiz take profit olacaq, neçə dənəsiz stop loss olacaq, heç bir back testing apara bilmirsiniz. Bu da özlüyündə problemdir ki, mən neçə dəfə back test apardım, neçə dəfə take profit'i vurdum, neçə dəfə stop loss'u vurdum. Ona əsasən ən azından yolunuzu bilib yolunuza çıxasınız. Yəni dostlar, ümumi bu tip vizual yanaşmaların, vizual yanaşmaya əsaslanan strategiyaların əmin olun ki, praktik effektivliyi yoxdur. Bəs yaxşı, deyəsiniz ki, onun effekti yoxdur, bunun effekti yoxdur. Bəs nəyin effekti var? Deyirəm ki, bu da bir trend xətlərdir. Görmüsünüzsə hər halda məsələn bəzi insanlar belə, nə bilim, xətlər çəkir, görmüsünüzsə, məsəl üçün tutaq ki, deyir ki, bu lap deyək bura olsun. Məsələn, trend xətti çəkir ki, bax bu trenddir, məsəl üçün. Məsələn, deyək ki, öz aləmlərində belə xəttlər çəkirlər ki, bu trend xəttidir. Trend xəttini buradan aşağı qırdısa gedəcək və s. Dostlar, bu da tamamilə subyektivdir. Ən böyük səbəblərdən birisi, məsəl üçün, mən deyək ki, bunu gətirib 1 saatlıq qrafika qoysam, başqa bir şey çıxacaq. Və yaxud da, nə bilim, 4 saatlığa günlüyə qoyası olsam, mənim trendim heç ümumiyyətlə görsənməyəcək. Bu çox problemli məsələdir. Yəni bu trend xətti və s. çəkmək tamamilə subyektivdir. Yəni ona görə də hardasa siz bu tip analizləri gördünüzsə, o tip analizlərdən uzaq durmanızı sizə tövsiyə edirəm. Okay. İndi gəlirik əsas məsələyə. Bəs yaxşı, nə işləyir? Dostlar, mən öz aləmimdə, yəni belə deyək, öz təcrübəmdə mən kifayət qədər araşdırdım ki, yəni yanaşmalar budursa, bundan ən yaxşısı bu bazardan uzaq durmaq lazımdır. Okay, o zaman işləyən bir şey vardır və o işləyən bir şey nədir ki, məsələn, pro traderlar var və yaxud da böyük bankların, hedge fondlarının traderları var ki, onlar necə trade edir və yaxud da onlar niyə qazanır? Deməli, heç kim qazanmasaydı, ümumiyyətlə bu bazar olmazdı. Qazanırlarsa onda nə istifadə edirlər? Bundan sonra başladım mən pro traderları oxumağa və oxudum. Məsəl üçün, ən populyar olanlardan məsələn Larry Williams oxudum, Mark Fisher oxudum. Bu adamlar kifayət qədər təcrübəli traderlar olub, Robert Carver olub. Məsəl üçün, onlar hamısı Citibankda, Barclays'də trader olublar və həqiqətən də mən onların kitablarından çox faydalanmışam. Hər hansı professorun yazdığı və s. və yaxud da bizim ölkəmizdə və yaxud da türklərin yazdığı görmüsünüz, texnik analiz, boş verin. O tip yanaşmalar heç bir nəticə verməyəcək. Pro traderlar oxumaq lazımdır. Yəni həqiqətən real nəticə vermiş, özünü isbat etmiş traderlar oxumaq lazımdır ki, o zaman həqiqətən görürsünüz onların yanaşmaları fərqlidir.
Və mən bir nüansı müəyyən etdim ki, onlar əsla o tip analizlərə getmirlər. Onlar dostlar hesablama üsulundan texnik analizdən istifadə edirlər. Bu hesablama üsulu nə deməkdir? Hesablama bir mənada ölçmə aparırlar ki, okey, bazar dünən neçə faiz yüksəldi? Zirvə və dip qiymət arasında nə qədər fərq oldu? Neçə faiz deyək ki, məsələn, close qiymətdən zirvə qiymətdən close-u çıxır və close qiymətdən low, dip qiyməti çıxır, faizi hesablayır. Bazarda neçə faiz alıcı olub, neçə faiz satıcı olub, o nisbəti hesablayırlar və ona əsasən bir mənada pozisiyalar açırlar, əməliyyat açırlar. Bu daha məntiqli görsənir. Niyə görə məntiqli? Çünki artıq burada bir ölçmə var, obyektiv reallıq var və siz bunu test edə bilirsiniz. Bunlar içərisində də təbii bu ölçmə metodunun da əslində yaranmasına ilk başlanğıcı bir mənada Dow Jones'un bir sözü var, deyir ki, price all inclusive, yəni qiymətə əslində hər şey daxildir. Bir qiymət özündə bazarda olan bütün informasiyanı əks etdirir. Və buradan yola çıxaraq da insanlar artıq indikatorlar kəşf edir ki, okey, onda qiymətə biz baxmaqla bir mənada bazarı öngörə bilərik. Və bu indikatorlardan da populyar indikatorlar var. Məsələn, simple moving average. Bu hissəni çox sürətlə keçirəm. Dediyim kimi, son 5-10 dəqiqəni sual-cavab sessiyasına saxlamalısın və bundan sonra öz strategiyamızı sizinlə paylaşacağam. Təbii detallarını yox, amma yanaşmanı necə trade elədiyimizi göstərəcəm. Bu indikatorlarda mən toxunmaq istəyirəm. İndikatorlarda məsələn simple moving average. Bu ortalamadır. Məsələn, ortalamanın üzərində keçdirsə, tutaq ki, o moving average-lərində min cür forması var. Məsəl üçün deyək, sadə ortalama, həndəsə ortalama nə edir? Tutaq ki, sadə ortalamanı götürsünüz. Deyirsiniz ki, məsələn, mən closing qiymətlərdən 20 günün ortalamasının üzərinə keçsə alacam, 20 günün ortalamasının altına düşdüsə qiymət satacam. Və yaxud da 200 günlük moving average. Bu çox populyardır, xüsusilə fond indeksində, S&P 500 indeksində. Deyirlər ki, 200 günlük moving average-in altına keçsə, bu artıq ciddi bir siqnaldır ki, bazar düşmək istəyir. Həqiqətən də S&P 500 indeksində 200 günlük moving ortalamanı qoyub baxsanız bunu görəcəksiniz. Və yaxud da ki, məsələn, RSI indeksi indikatoru var. RSI-da 14 gün əsasında bir mənada overbought, oversold, yəni yüksək ən həddindən artıq alış, həddindən artıq satış göstərən bir indikatordur. Əgər tutaq ki 20%-in altındadırsa, artıq bu çox ucuzlaşıb, onu almaq lazımdır demək istəyir indikator. 80%-in üzərindədirsə, bu çox bahalaşıb, artıq onu satmaq lazımdır. Onu göstərir indikator. Amma dostlar, bu tip indikatorların ən böyük problemi odur ki, subyektivdir. Yəni, bu bizə, misal üçün deyək, zaman diliminə görə dəyişir. Birinci problem odur. Misal üçün, siz baxırsınız ki, 5 dəqiqəlikdə moving average-in üzərindədir qiymət, alış açırsınız, amma 4 saatlığa keçib görürsünüz ki, moving average-in altındadır hələ qiymət. Yəni 4 saatlıq şamda moving average onun üzərindədir. Bu problem yaradır. Qərar qəbul etmənizi çətinləşdirir ki, siz 5 dəqiqəlik qrafik əsasən əməliyyat açacaqsınız 4 saatlığa mı? Burada insanlar deyir ki, sən uzun vədəni əsas almalısınız, amma qiymət daha aşağı vədədən dəyişməyə başlayır. Belə olan halda siz heç bir, belə deyək də, sistem qura bilmirsiniz. MACD, Ichimoku indikatoru var. Ichimoku'nu Yapon bir jurnalist kəşf etdi. Öz aləmində güya ki, nəsə bir şey çıxardıbdı. Buludun üzərində keçsə alış. Orada da əslində orada da o da ortalamaya əsaslanan bir sistemdir. Məsələn, orada Tenkan-sen və Kuju-sen var. Bunları sürətlə keçirəm. Sadəcə detallı məlumat alması YouTube-da yazsanız trilyon dənə video çıxacaq bununla bağlı. Sadəcə bu məsələlərə toxunuram ki, yəni bunları gördüyünüz zaman böyük bir xəyal qurmayın. Çünki xəyal qırıqlığına yaşayasınız ki, mən əvvəllər yaşamışam bunları ki, hə, bu səfər Ichimoku tapdım. Növbəti dəfə, MACD tapdım, MACD işləyir. O, baxırsınız, o da işləmir. Hə, sonra moving keçirsiniz. Okay, moving işləyir. Exponential moving average 20 günlük işləyir. Hə, keçirsiniz ona, o da işləmir. Nə bilim, sonra RSI-yə keçirsiniz, görürsünüz, o da əslində bir nəticə vermir. Yəni, bu xəyal qırıqlarını mən yaşamışam deyə, ona görə də bunların adını çəkərək sürətlə gedirəm ki, boşuna zaman itirməyəsiniz bu şeylərdə. Amma detayına girib baxa bilərsiniz ki, nə olan şeydir, nə işə yarayır. Ya bunların 99% ortalamaya əsaslanır. Birincisi, bu sistemlərin ən böyük problemi, dediyim kimi, zaman dilimi lənətidir. Zaman diliminə görə dəyişir. 5 dəqiqəlikdə başqa şey görsənir, 4 saatda fərqli bir şey görsənir. Qərar verəmişsiniz hansına salsın. Yəni, zaman dilimini sıfırlaya bilmirsinizsə, siz sistem qura bilməyəsiniz. Bu bir. İkinci tərəfdən, gecikmə problemi. Bu indikatorların 99%, ya hətta hamısı, qiymət gəlir, qiymətin ardınca formalaşır. Yəni, ortalama. Ortalama nədir? Məsələn, tutaq ki, hadisə baş verir, o məsələn 20 günlük deyə ortalamanı alır, 20 günlük bağlanış qiyməti alınır və bu günü hələ bağlanış qiyməti yoxdur. Bir mənada qiymətin arxasınca ki, izləyir. Siz də ona əsasən qərar keçmiş, əsasən qərar qəbul edəndə, o artıq nə baş verir? Bir mənada bazar o öz işini görür və siz gecikmiş olursunuz. Yəni, bu tip indikatorlar gecikən indikatordur. Ona görə effektivliyi yoxdur.
Bunlar ilk yarandığı vaxt 60, 70, 80-cı illərdə effektiv ola bilərdi. İndiki digitallaşmaya qədər. Yəni niyə görə? Çünki onda informasiya bu qədər sürətli yayılmırdı. Həqiqətən də insanlar ortalama prinsipi ilə hərəkət edə bilərdi. Amma indi artıq hər kəs bilir ki, hə moving average-in üzərində, hər kəs görə bilir onu ki, bazar moving-in üzərində, hə deməli mən almalıyam. Bəs bunu hedge fondlar da görür. Kimsə itirməlidir ki, başqası qazansın, elə deyilmi? Yəni bu ortalama sistemdən problemi budur. Bir digər ən önəmli problemi dostlar, yəni ümumiyyətlə baxsanız, akademik məqalələr, kitablar oxusanız 99%-i bu ortalamanı əsas alırlar. Bunun da səbəbi nədir? Ümumiyyətlə kainatda orta həddə reqressiya hakimdir prinsipidir. Yəni əslində təbiətdə həqiqətən də elədir. Bizim boy ölçümüz, çəkimizin dəyişməsi orta həddədir və insanlar onu da bura tətbiq eləyir ki, ortalamada hər şey belə deyək, dəyişmə əslində biz ortalamada izləsək bazar proqnoz edə bilərik, amma elə deyil. Və bununla bağlı ən dağıdıcı əsərlərdən birisi, məsələn mən sizə tövsiyə edərdim, əgər kitab olaraq desəniz, Nassim Talebin Fooled by Randomness kitabı var, and Hidden Role of the Chances adlı bir kitab, ingiliscədir və yaxud da Black Swan, Qara Qul kitabını oxuya bilərsiniz və yaxud da ki Statistical Fat Tail kitabı var, ən xoşuma gələnlərdən birisi odur. Orada xüsusilə onu çox dəqiqliklə izah edir ki, riyazi olaraq izah edir ki, niyə görə ortalama yanaşması bir mənada maliyyə bazarlarında işləmir. Çünki ortalama bazarın məqsədi əslində ortalama traderi dağıtmaq üzərində qurulub. Ona görə də bu tip indikatorları görürsünüzsə, onun üzərində model qurmağa çalışırsınızsa, əmin olun ki, bir müddət işləsə də sonra dağıdacaq. Mütləq şəkildə işlədəcək. Çünki mütləq şəkildə dağılacaq. Çünki bir mənada qeyri Black Swan hadisəsi baş verir, qeyri-adi bir hadisə baş verir. Sizin illərlə qazandığınız bir günə itirə bilirsiniz. Bu problemlidir. Nə təsisinizə risk menecmentdə qurursunuz, qurur. Yəni o axırda sizi dediyim kimi ortalama problemindən dolayı dağıdacaq. Və indi bu hesablama üsuluna yanaşmaqla yanaşı bir də statistik yanaşma var. Hə, bu mənim ən sevdiyim yanaşmalardan birisidir. Statistik yanaşma nədir dostlar? Biraz öncə qeyd etdim. Siz bazarda bir mənada artıq bazarı proqnoz etməyə çalışmırsınız ki, hə, bu ortalamanın üzərindədir, deməli yuxarı gedəcək. Bir də görmüsünüz, bu analiz aparanlar var, belə 1-in 3-ə trading view-da və sair risk reward ratiosu qoyur. 1-in 3-ə, nə bilim, stop loss bura, take profit bura. Sanki elə bil ki, bunun imzasını bu adamlar çəkib ki, bu qiymət bura gedəcək. Elə şey yoxdur dostlar. Bazarda proqnoz edilə bilməyən tək şey əslində volatilitydir. Volatilitini heç bir zaman proqnoz edə bilməzsiniz. Volatilitini proqnoz etmək üçün təbii ATR-dan və s. istifadə edirlər, amma ATR indikatorunun özü də problemlidir. Çünki o da gecikən indikatordur. Sizə heç bir prediktiv öngörmə qabiliyyəti yoxdur o indikatorun. Volatilitini proqnoz edə bilmirsiniz ki, məsələn, bazar yüksəlirdi. Ani momentdə məsəl üçün bazara tutaq ki, nə bilim 10 milyard, 100 milyardlıq satış girəcək. Siz bunu görə bilmirsiniz, proqnoz edə bilmirsiniz və texniki analizlər bunu proqnoz edə bilmir. Ona görə biz bir mənada bazarda əməliyyat açanda ehtimala əsasən və statistik avantaj əsas almalıyıq. O nədir? Onu necə istifadə edirik? İndi gəlin baxaq artıq praktik yönünə gəlirəm məsələnin. Dostlar, birinci mənim istifadə etdiyim sistemlərdən iddia etmirəm möcüzədir, qızıl formuladır. Amma mən bu sistemdən çox fayda götürmüşəm və bir mənada bu sistemdən siz istifadə etsəniz, əgər trade təcrübəniz varsa, bunlardan istifadə etsəniz, əslində bu sistemin tamamilə yolunuzu necə aydınlatdığınızı görəcəksiniz. Yerdə qalır artıq sizin risk menecmentiniz və ticarətiniz. Sizə iki sistem paylaşacağım bu günlər. Birincisi long term trade üçün, ikincisi isə short term trade üçün. İndi gəlin birinci long term trade-dən başlayaq, sonuna yaxında short term trade-i izah edəcəm. Mənim istifadə etdiyim sistem budur dostlar. Bu sistem nəyə əsaslanır? Birincisi bu sistem zaman diliminə görə dəyişmir. Yəni biz bu sistemin bir mənada adı fair value sistemidir. Fair value nə deməkdir? Baxın, bu üç qara xətt dostlar bir mənada bir maliyyə alətinin ədalətli qiymətini göstərir. Alıcı və satıcı üçün balans qiyməti göstərir. Bu nə anlama gəlir? Misal üçün meyvə alıb satırsınız bazarda. Tutaq ki, hər gün meyvəni məsələn 1 manata alırsınız, üzərinə 20 qəpik qoyub satırsınız. Misal üçün bir gün 95 qəpiyə alırsınız, bir gün 1 manat 5 qəpiyə alırsınız. Aşağı yuxarı bilirsiniz ki, hə də məsəl üçün deyək hansı range-də oynayır. Baxın, bu fair value onu göstərir. Tutaq ki, bu orta xətt bizim 1 manatımızdır. 90 qəpik bunun aşağı həddidir. Məsələn, 1 manat 10 qəpik də bunun yuxarı həddidir. Bu fair value-dur. Alıcı və satıcı üçün günlük balans qiymətidir. Hər gün balans qiymətidir. Bu tamamilə bazar real ticarətindən uyuşan bir yanaşmadır. Və
Bu bir mənada eyni zamanda bizim yol ayrıcımızdır ki, hə, alıcı üçün, satıcı üçün balans qiymət budur. İndi alıcılar bu qiymətdən yuxarı bunu güclüdürsə, bu qiymətdən bunu yuxarı qaldıracaq, satıcılar güclüdürsə, bunu bu ədalətli qiymətdən aşağı çəkəcəklər. Yəni satacaqlar əllərində olanları, qiyməti aşağı salacaqlar. Birincisi biz bu yol ayrıcımızı müəyyən edirik. Bu bir. İkinci tərəfdən dostlar, burada biz hər hansı bir xətt falan çəkmirik. Bu sistem calculation özü avtomatik hesablanılıb qoyulan bir sistemdir. Bir gün öncənin qiymətlərini alır, zirvə, dip, bağlanış və açılış qiymətlərini alır. Bu gün üçün bizə hansı qiymət, həmin o qiymətləri hesablayıb verir. Yəni bir mənada informasiyanı isti-isti bizə göstərir. Daha gedib nə bilim 20 gün, 1 il, 200 günlük ortalamanı, nə bilim neçə 100 günlük ortalamanı alıb bizə göstərmir. Yəni məntiqən də budur. İnformasiya 20 gün öncə olan hadisə ilə siz bu günü proqnoz edə bilməzsiniz. Amma dünən olan hadisə ilə bu günü proqnoz edə bilərsiniz ki, bu gün qiymət necə hərəkət edəcək? Bu sistemin ən böyük üstünlüyü yəni üstünlüklərindən birisi budur. İkinci üstünlüyü dostlar, zaman diliminə görə dəyişmir. Yəni 15 dəqiqəlikdə də bu qiymət səviyyələri, misal üçün deyək ki, 15 dəqiqədə də baxsanız, birinci təklif qiyməti 1.33.232-dir GBP USD-də misal üçün. 15 dəqiqəlikdə də baxın. 1.33.232. Lap 30 dəqiqəlikdə də baxsanız 1.33.232-dir, dəyişmir. 5 dəqiqəlikdə də baxsanız eynidir, yəni dəyişmir. Bu bir. İkinci tərəfdən dostlar, bu deskriptiv deyil, prediktivdir. Yəni bazar açılan kimi bu qiymət səviyyələri mənim əlimdə olur. Yəni mənim qabağımda olur. Və bu baxın bu blokları görürsünüzsə bu bir günü göstərir. Yəni 24 saatlıq günü göstərir. Təbii bu Forex bazarı 24 saat işlədiyinə görə bilirsiniz. 24 saat səhm bazarında birja saatlarına uyğundur. Deyəcəm ki, məsələn Amerikan birja səhmlərinə baxırsa, Amerikan birjası açılanlar. Bizim Bakı vaxtı saat 6-ın yarısından gecə saat 1-ə qədər görürsünüz. Və prediktivdir. Yəni keçmişi yox. Bazar açılan kimi artıq mən bilirəm ki, aha, deməli bazarda birinci təklif səviyyəsi buradadır. İkinci təklif səviyyəsi buradadır. Təklif buna müqavimət də deyirlər. Müqavimət odur ki, dostlar, bu qırmızı xəttlərdə satışlar yığılıb. Aşağıdakı yaşıl xəttlərdə isə alışlar vardır. Yəni qiymət ucuzlaşırsa alışlar vardır. Bu xətti, bu orta 3 xətti isə bizim ədalətli qiymət zonamızdır. Baxın, bu artıq mənim yolumu aydınlaşdırmış oldu dostlar. Mən artıq 4 saatlıq, 5 dəqiqəlik, nə bilim, 1 saatlıq zaman dilimi lənətindən xilas olmuş oldum. Mənim qərar qəbul etməmi birinci olaraq bu rahatlaşdırmış oldu. İkinci tərəfdə, mən artıq bu qiymətlə, bu sistemlə ölçmə apara bilərəm. Statistik backtest edə bilərəm və ona əsasən çox rahat bir mənada analizlərimi çıxara bilərəm ki, bazarın nə etmə ehtimalı var və nəyə əsasən trade edəcək. Misal üçün, eyni zamanda bu sistemlə dostlar, siz bir mənada volatilitini proqnoz edə bilərsiniz ki, bu gün bazarda hərəkətlilik olacaqmı, olmayacaq. Çox bəsit. Əgər bu üç xətt bir-birinə çox yaxınlaşıbsa, bunun riyazi məntiqi var. İndi mən burada bunu izah edə bilməyəcəm, çünki vaxtımız azdır. 1 saat ərzində nəzərdə tutulub webinarımız. Bu xəttlər bir-birinə yaxınlaşırsa, həmin günü böyük volatilitili olacaq deməkdir. Yox, bu xəttlər arasında genəlmə var isə, bu volatility az olacaq. Çünki alıcı da güclüdür, satıcı da güclüdür deməkdir. Yox, əgər xətt daralıbsa, o 3 xətt yığılıbsa, sıxlaşıbsa bir-birinə, deməli bir tərəf güclü olacaq deməkdir. Gəlin biraz keçmişə gedək, baxaq. Diqqət edin dostlar. Baxın, 6 mayda diqqət edirin. GBP USD valyuta cütlüyü 3-cü səviyyəyə qədər yaxınlaşıb, görürsünüzmü? Və nə baş verib? Baxın, orta xəttlər bir-birinə sıxlaşıb, volatilitydən dolayı. Biraz daha keçmişə gedək. Baxın, görürsünüzmü? Bu xəttlər bir-birinə sıxlaşıb və baxın, bazar 3-cü səviyyəyə gəlib. Biraz daha keçmişə gedək. Diqqət edin, bazar 3 xətt bir-birinə sıxlaşıb və bazar 3-cü səviyyəyə gedib. Görürsünüzmü? Hətta 4-cü səviyyəni, burada 4-cü səviyyəni qoymuşum, 4-cü səviyyəni də əlavə edəcəm. 4-cü səviyyəyə gedib. Bu artıq mənim üçün böyük bir işarədir ki, aha, bu gün bazarda böyük hərəkətlilik olacaq. Bu bir. İkinci bir sizin üçün önəmli bir proqnoz. Əgər bazar, yeri gəlmişəm, bazarın 1-ci, 3-cü, 4-cü səviyyəyə gəlməsi dostlar, hər gün olmur. Bir ay ərzində, bunu statistik backtest eləsəniz, bir ay ərzində 3, maksimum bir aylıqda 4 dəfə bazar 3-cü, 4-cü səviyyə gəlir. Ya yuxarıda 3-cü, 4-cü səviyyəni vurur, ya aşağıda 3-cü, 4-cü səviyyəni vurur. Qalan hallarda bazar 1-2, 1-2 arasında oynayıb gedir. Əgər bir gün bazar gəlib 3-cü, 4-cü səviyyə çatıbsa, baxın belə böyük bir volatility sıçraması olubsa, növbəti gün bazar reyngə düşür.
Baxın, növbəti gün görürsünüz, bazar konsolidasiya edib. Baxın, yəni 28 apreldə məsələn GBP/USD 4-cü səviyyəyə yaxınlaşıb, artıq 29 apreldə bazar range'ə düşüb. Diqqət edin. Növbəti gün baxın, bazar yenə 3-cü səviyyə çatıb, amma növbəti 1 may tarixində bazar yenidən range ticarətinə gedib. Və yaxud gələk bura. 6 mayda GBP/USD böyük bir hərəkətlə 3-ə çatmaq istəyib, diqqət edin. Amma növbəti gün 7 mayda artıq bazar yeni konsolidasiyaya daxil olub. Görürsüz? Bu artıq sizə harda əməliyyata girmə, harda əməliyyatdan çıxmağı aydın bir şəkildə göstərir. Heç bir əziyyət çəkmədən, heç bir şey etmədən, sadəcə bir dənə risk menecmentə ehtiyacınız var. Bu sistemin üstünlüklərindən birisi bu. Digər bir üstünlüyü. Mən xarakter olaraq, indi hər kəsin öz belə deyək, birincisi xarakterimizi bilmək. Yer gəlmişəm burada bir nüansı qeyd edeyim. Çox önəmli bir nüans var. Məşhur bir trader var. Bilməm, bəlkə də adını eşitmişsiniz. Jesse Livermore. Onun haqqında biraz araşdırsanız yaxşı olar, əgər bu sahəyə xüsusi texnik analiz. Adam qorxunc, yəni pullar qazanıb. Yer gəlmişəm, yəni adam ölüb artıq, yəni. Amma çox bərbad bir həyatı olub, çox talihsiz bir həyat olub yeri gəlmişsən. Onun çox gözəl bir sözü var. Yəni bir mənada, yəni texniki analizdə trader deyiləndə bu insan necə ki investingdə Warren Buffett ağla gəlirsə, tradingdə də Jesse Livermore'dur. Onun bir sözü var, deyir ki, strategiyanız 10%, risk menecmentiniz 30%, xarakteriniz 60% rol oynayır trade'də. Yəni xarakter əslində hər şeyin üzərindədir. İndi sözümü nəyə gətirirəm? Mən xarakterim olaraq səbirsiz olduğuma görə mən daha qısa vədədə trade etməyə üstün tuturam. Elə adrenalin daha çox alıram, belə deyim. Amma elə insan vardır ki, misal üçün deyək ki, o uzun vədəli, hər gün trade eləmək istəmir, daha səbirli trade eləmək istəyir. Yəni üçün bu əslində bu sistem idealdır. Və indi gəlin misal üçün tutalım ki, dostlar, siz bu sistemdən eyni zamanda trend trade eləmək istəyirsiniz və yaxud da uzun vədəli, ən azı 1-2 gün swing trade eləmək istəyirsiniz. Baxın dostlar, həmin yanaşmalardan birisi bundan ibarətdir ki, statistik olaraq məsəl üçün mən backtest eləmişəm ki, əgər siz fundamental analizi əsas alsanız, məsələn, baxırsınız ki, aha, bazarda fundamental bir hadisə gözlənilir. Tutaq ki, Federal Reserve-dan faiz dərəcəsi və ya İngiltərə Mərkəzi Bankı. İndi əsasən Amerika bazarından çıxan xəbərlər bir mənada bazarda trend formalaşdırır daha çox. Misal üçün deyək, həmin onlarla trade eləmək istəyirsiniz. Gəlin indi baxaq ki, məsəl üçün deyək ki, onu əsasən biz ondan necə istifadə edib məsələn trend tuta bilərik. Bu sistemlə necə trendi proqnoz edə bilərik? Dostlar, gəlin mən sizə bir şey göstərəcəm. Trend trade-ə dair. Hara getdik biz? GBP. Tutalım ki, siz trend trade eləmək istəyirsiniz. Bu sistemin yanaşmalarından birisi odur ki, mən bunu backtest edəndə gördüyüm nə var? Əgər bazar adətən birinci, misal üçün, dəstək səviyyəsini qırıb, birinci müqavimət səviyyəsini qırırsa, növbəti gün bazarda alış ehtimalı vardır. Yox, əgər və yer gəlmişsə qırıb və onun üzərində bağlanma məsələsi var. Yəni, tutaq ki, bazar birinci dəstək səviyyəsini, müqavimət səviyyəsini qırdı və qiymət onun üzərində bağlanırsa, trend olma ehtimalı var. Və yaxud da əksinə, aşağıdan dəstək səviyyəsini qırdısa, satışa getmə ehtimalı var. Misal, bir dənə örnək göstərmək istəyirəm. Baxın. Bu GBP/USD-dir və digər alətlərdə də sizə göstərəcəm. Baxın dostlar, bu GBP/USD-də deməli 9 apreldə diqqət etirsəniz bazar birinci dəstək səviyyəsini qırdı və deməli növbəti günü yuxarı getmə ehtimalı var. Ən aşağısı 60% ehtimallı bu. İndi gəlin baxaq dostlar trendə. Həmin tarixdən biz gedirik və bazar trend o deməkdir ki, ancaq birinci dəstək səviyyələrinin günlük əsaslı üzərində ticarət olunub. Diqqət etirsəniz, həmin tarixdən etibarən baxın. Ta gəlirik 23 aprelə. 23 deməli biz başladıq 10 apreldən alış açdıq. Niyə açdım? Niyə alış əməliyyatı açdım? Çünki gördüm ki, bir gün öncə bazar birinci müqavimət səviyyəsinin üzərində bağlanıb. Demək, bazarda alıcı vardır. Və eyni zamanda diqqət etirsəniz, növbəti gündə bazarda həmin fair value-muzda bir-birinə yaxınlaşıb daralıb. Okay, mən bir pozisiya açdım, stop loss-umu da birinci dəstək səviyyəsinin altına qoydum. Əgər siz swing trade edirsinizsə, diqqət edin dostlar, 10 apreldən 22 aprelə qədər bazar ancaq birinci dəstək səviyyələrinin üzərində ticarət olunub. Yalnız 22 apreldə diqqət etirsəniz, bazar baxın burada gəlib artıq
birinci dəstək səviyyəsini qırıb və mən orada çıxdım. Niyə? Çünki artıq dedim ki, trend başa çatmış oldu. Təxminən 12 günə 466 pips deməkdir bu. Trade edəndə bilir, sadə dillə desəm, bir lotla əməliyyat açsaydınız, bu 12 günə 4666 dollar idi. 0.1 ilə əməliyyat açsaydınız, 0.1 lotla əməliyyat açsaydınız, 12 günə 466 dollar pul demək idi bu. Heç bir əziyyət çəkmirdiniz. Sadəcə stop lossunuzu bu səviyyənin altına qoyurdunuz, bazar getdi, sən növbəti günü yenə də stop lossunuzu sürüşdürürsünüz, birinci dəstək səviyyələrinin altına qoyursunuz. Təbii, bazarda hər gün olurmu belə trend? Xeyr, olmur. Belə trendlər adətən fundamental analizlə, federal ehtiyatların qərarına baxırsınız, istiqraz bazarına baxırsınız, SOT reports ilə SAOT reportlarına baxırsınız və s. onlara baxıb ona əsasən baxırsınız ki, aha, deməli bazarda məsəl üçün böyük bir trend formalaşdırmaq istəyir. Fundamental analizə əsasən bir də bu texniki analizi birləşdirdiyiniz zaman siz çox rahat bununla swing trade eləyə bilirsiniz. Hətta qısa vədəli də məsəl üçün tradelər eləyə bilərsiniz. Tutaq ki, baxın dostlar burada. Məsələn, GBP/USD bir gün öncə görürük ki, artıq 3-cü səviyyəyə gəlib, aşağıda birinci dəstək səviyyəsini qırıb, hətta ikinci dəstək səviyyəsinin altına bağlandı. Növbəti gün görürsünüzmü, ədalətli qiymət zonasını yoxladı, qiymət yenidən aşağı getdi. Baxın, diqqət yetirin. Bu hardasa təxminən 3 gün davam etmiş oldu. Mən artıq deyək ki, misal üçün burada daxil, 30 apreldə daxil oldum, 5 mayda çıxdım. Niyə? Çünki 5 mayda artıq mən bir mənada stop loss olmuş oldum. Çünki birinci müqavimət səviyyəsini qırmış oldu. Yəni, bu hardasa mənim qazancım deməkdir. Qısa-qısa trade edə bilərsiniz. Və yaxud diqqət yetirin. Məsələn, GBP/USD. Burada 7 mayda birinci dəstək səviyyəsini qırmış oldu və növbəti gün yenə də birinci müqavimət səviyyələrinin altında ticarət olunur. Nə qədər ki, birinci müqavimət səviyyəsini qırmayıbdır, həmin formatda davam edəcək. Bunu məsəl üçün qızıl üzərində də görə bilərsiniz. Və mən bunu YouTube-dakı analizimdə də qeyd etmişdim. Videomuz çox azalır. Baxın, qızılda mən bu hissədə alış etmişdim yeri gəlmişəm. Qızıl deməli, ümumi fonda bilirsiniz, yuxarı trenddədir. Baxın, 23 apreldə birinci dəstək səviyyəsini qırdı, eniş korreksiya daxil olmuş oldu və günlər üzrə ancaq birinci müqavimət səviyyələrinin altında ticarət olundu. Amma nə baş verdi? Diqqət edin. 5 mayda birinci dəstək səviyyəsi, birinci müqavimət səviyyəsini qırdı və 2 günlük yüksəliş oldu. Qızılda şəxsən mən burada alış əməliyyatı açmışdım. Düzdür, bu qədər gözləmədim. Bunu gözləmədim. Bu qədər yüksəlişi. Çünki qısa-qısa trade edim. Amma alışa burada girmişdim. Yəni, sırf bu sistem sizə bir mənada yolunuzu aydınladır. Vaxtımız daralır. Mən bu sistem haqqında saatlarla danışa bilərəm. Amma göstərmək istədiyim odur ki, bu calculation approach-da statistik təhlil əsaslanır. Hər hansı bir subyektiv analiz aparılmır ki, məncə belə olacaq söhbət yox. Biz sadəcə statistik təhlilə baxırıq ki, aha, bazar bir gün öncə buranı qırıbsa, növbəti gün bunu alışa getmə ehtimalı yüksəkdir. Stop lossunuzu qoyursunuz və gözləyirsiniz artıq. Bu bir. Bir də ikinci bir sistemi sizinlə paylaşmaq istəyirəm dostlar. İkinci bir sistem nədir? Mən real nəticələrimi də paylaşıram bazarda, izləyənlər bilir və o nəticələri necə əldə edirəm? Bir çox insan sual verir ki, okey, siz böyük lotla girirsiniz, amma qısa gözləyirsiniz. Xarakter məsələsi dostlar. İkinci nəticələrim budur. Bu biraz öncə göstərdiyim sistemin bir mənada modifikasiya olunmuş versiyasıdır və bu sistemin mahiyyəti nədir? Mən nəyə əsas alıram? Opsiyonların strike qiymətləri vardır. Bir yeri gəlmişəm bu məsələləri sonda deyəcəm. Deyəcəksiniz ki, okey, bu qədər danışdım, amma biz bunu nətər istifadə edəcəyik? Biz bu analizləri yeri gəlmişəm A-Market müştərisi olanlara paylaşırıq. Günlük olaraq bir mənada premium xidmətə qoşulanlarla biz bu analizləri paylaşırıq. Yəni istəyən qoşulub oradan belə deyək də faydalana bilər. Mən nə hesablayıram? Opsiyon strike qiymətlərinə baxıram. Çünki opsiyonun strike qiymətləri opsiyon ümumiyyətlə nədir dostlar? Opsiyon bir mənada öhdəlik yaratmayan bir alqı-satqı müqaviləsidir. Çox bəsit dillə desək. Bunun hədəf qiyməti o. Və yaxud da sadə qiymətlə, sadə dillə desək, bet eləməkdir. Mərc edirsiniz ki, məncə filan ayın filan tarixində yercəmsə opsiyon müddətli kontraktlardır, müddətli müqavilələrdir. Filan maliyyə alətinin qiyməti filan tarixə qədər filan qiymətə çatacaq. Mənası bundan ibarətdir, çox bəsit və buna əsasən opsiyon kontraktı alırsınız və ya satırsınız. O opsiyonun hədəf qiymətləri olur. Siz mərc edirsiniz ki, filan şey filan qiymətə gedəcək. Baxın, bu xətlər, bəsit dillə desək, bu xətlərin hər birisi yercəmsən qiyməti əks etdirir. Bu xət çəkirik, yəni nəsə bir xət çəkmirik. Biraz öncə deyəsiniz, özünüz xətti tənqid edirdiniz, indi xət çəkirsiniz. Bu xət bizə qiyməti göstərir. Yəni, misal üçün deyək, qızıldır. Misal üçün mənə göstərir ki, 3346 dollardır, misal üçün. Bu mənə opsiyonun strike qiymətini göstərir. Və mən
trade'imi deyirəm. Burada bir ikinci level var. Daha doğrusu bu o ədalətli qiymət zonasıdır. Bir ikinci səviyyə var. Adətən ikinci səviyyələrdən bu artıq uzaq strike qiymətidir, belə deyim. Bir var yaxın, məsələn siz deyirsiniz ki, qızılın qiyməti məsəl üçün gələn ayın 5-i məsəl üçün 4000 dolları vuracaq. O birisi deyir ki, məncə 4010 dolları vuracaq. O daha uzaq qiymətdir, daha uzaq ehtimaldır. Mən qiymət bu səviyyə gələndə başlayacağam oradan satıram. Aşağıya gələndə isə alıram. Yəni bir mənada mən dib qiymətdən alıram, zirvə qiymətdən satıram. Mahiyyəti bundan ibarətdir. Və qısa-qısa sadəcə bir aranı gözləyirəm. Bir aranı, yəni iki opsiyon strike qiymətinin arasındakı fərqi gözləyirəm. Onun əsasən tez-tez girirəm, çıxıram və lot ölçülərində böyük olur. Təbii, take profit risk reward'um da birin birədir. Qısa-qısa. Yəni mahiyyəti bundan ibarətdir. Dediyim kimi dostlar, bu haqda indi növbəti webinarımızda daha geniş danışmağa çalışacağım. Sırf bu analizlə bağlı sizə izah etmək istədiyim digər bir nüans var, ona da keçmək istəyirəm. Bu sadəcə vizual olaraq göstərməyim idi ki, bu sistemdə hesablama üzrəlidir. Yəni nəsə mən bir subyektiv analiz aparmıram. Və bu da backtest edilmiş bir sistemdir. Və real nəticədə də eyni zamanda statistik olaraq test etsəniz, bu sistemin win rate-i təxminən 76%-dir. Təxminən win rate deyirəm, xahiş edirəm, diqqət edin. Win rate 76%-dir. Deyəsiz Elnur, win rate'in yuxarı ola bilər, amma əsas risk reward önəmlidir. Yəni məsələn qazanc və mükafat nisbəti önəmlidir. Gəlin bir dənə ona mən də elə düşünürdüm və hər zaman elə trade etməyə çalışıram ki, məsələn bir dənə əməliyyat açasınız, bir itkiyə 3 qazanc, 5 qazanc, bir itkiyə, bir itirməyə 2 qazanc əldə edəsiniz. Məsəl üçün deyək ki, 100 dollar itirməyə 200 dollar qazanmaq. Risk reward bu deməkdir. Bunu ticarət edən də bilir. Yəni bəsit olaraq. Bu çox ağla yatqın gəlir ki, bax, tutaq ki, 1-3 işləyirsiniz, deyirsiniz ki, intuitiv olaraq hesablayırsınız ki, 10 dənə ticarət edəsəm, hətta 7 dənəsi stop lossumu vursa, 700 dollar itirsəm, 3-ündə take profitimi vursa, 3 dənə də 300 dollar qazansam, yəni 3 dənə əməliyyat açıb 300 dollarımı tuttursa, 900 dollar qazanc, 700 dollar zərər, aradakı fərq 200 dollar. Mən yenə qazanıram. Düşünürsünüz ki, bu çox gözəldir. Amma elə deyil, çox problemlidir, o işləmir. Hər kəs də onu eləyir. Risk reward yüksək olur. Tamamilə bir yalandır dostlar. Səbəbi nədir bilirsinizmi? Yecəmişəm mən nə vaxt o sistemə keçsəm itirirəm. Bu sistemdə trade edəndə qazanıram. Nə vaxt ki o sistemlərə beyin hər zaman deyir ki, o sistem daha rahatdır. Bəli, o daha rahatdır. O sistemə keçmək istəyirsiniz, itirirsiniz. Səbəbi odur ki, dostlar, frequency, tezliyi, sizin take profit tezliyiniz nə qədər çoxdursa, sizin qazancınız daha yüksək olur. Bunu mən sizə hətta riyazi olaraq sürətlə göstərməyə çalışacağam. Bir saniyə, bu slaydımızı göstərməyə çalışacağım. Baxın dostlar, burada expected value, gözlənilən dəyər önəmlidir. Misal üçün siz deyək ki, üzr istəyirəm, bu deyil. Üzr istəyirəm, elə budur. Expected value, yəni gözlənilən dəyər. Bunun formulu budur. Qazanma faiziniz, yəni win rate'iniz və qazandığınız məbləğ, tutaq ki, 1-in 1-i işləyirsiniz, 1-2-1 qazanc və uduzma faizi və riskiniz. Baxın dostlar, siz tutaq ki, 3-ün 1-i ilə işləyirsiniz, 20% sizin qazanma ehtimalınız varsa, siz -2 ilə nəticələnirsiniz. Amma 1-in 1-i işləyib 60% win rate ilə işləyəndə, 60% yəni sizin strategiyeniz 60% özünü doğruldursa, siz bir mənada müsbət 2% belə deyək də 2% yox, expected value müsbət 2-dir. Yəni bu statistik bir göstəricidir. Bir mənada müsbət nəticə ilə əməliyyatınızı bağlamış olursunuz. Qaldı ki, qısa vədə, uzun vədə ilə bağlı problemdə də tutaq ki, baxın, deyilsə mən uzun vədə gözləyirəm. Çünki risk rewardunuz daha uzaqdırsa, 1-2 işləyirsinizsə, siz biraz gözləməli olursunuz. Bazar ani momentdə 1-2-yə tez getmir. Çünki volatility hər gün güclü olmur. Baxın, həmin o məsələdə də dostlar, tutaq ki, siz 52% win rate'iniz var. 1-in 1-ə risk rewardla işləyirsiniz. Mənim nəticələrimin müsbət olma səbəblərindən birisi frequency, tezliyimdir. Take profit tezliyim və əməliyyat tezliyim. Çünki mən bazara tez-tez girib çıxa bilirəm və o fürsət yaranır. Amma tutaq siz 1-2-yə, 1-3-ə trade eləyəsinizsə, bu bir mənada trend trade-ə girir. Trend hər zaman olmur və bu da bir mənada onu əks etdirməyə çalışıram. Tutaq ki, siz aylıq trade eləyək, 200 trade eləyirsiniz qısa-qısa. Baxın, eyni göstəricidir. Qazanma faiziniz, win rate'iniz 52%, risk rewardunuz da 1-in 1-ədir, eynidir. İndi gəlin, statistik olaraq nəticələrə baxsanız, dostlar, görəsiniz ki, siz bir mənada xalis nəticə 8 reward qazandınız, amma uzun vədəli trade edəndə, swing trade edəndə isə 0.4
reward. 4 dəfə yəni mükafat belə deyək də, birin birədən artıq $100 məsələn hədəfləmisinizsə, burada $40 qazanmış olursunuz, amma tez-tez girib çıxanda bir mənada $800 mənfəət əldə etmiş olursunuz. Çox üzr istəyirəm, bu hissələri çox sürətli keçdim. Bizim 7 dəqiqə vaxtımız var. 7 dəqiqəmiz sizin suallarınızı ayırmaq istəyirəm. Nə sual varsa cavablandırın və sonunda da ümumi olaraq dostlar, əlavə nə sualınız olsa bizə supporta yaza bilərsiniz. Mən suallarınıza cavab verəcəm. İndi sizdən suallar gözləyirəm. Mən danışacağım bu qədər. Sual alana qədər dostlar, yeri gəlmişkən bu webinar Amarkets tərəfindən təşkil olunmuşdu və Amarketsdə yeri gəlmişkən 18 ildir artıq fəaliyyət göstərən qlobal bir broker şirkətidir. 2 milyondan çox müştəriyə xitab eləyib və əlavə olaraq ən sürətli, belə deyək də, execution, sürətli icra verir. Trustpilot-a girib baxsanız, Trustpilot-da bizim skorumuz 4.8-dir 5 üzərindən. Yəni withdrawal-da, mədaxildə, məxaricdə indiyə qədər heç bir zaman problem olmayıbdı. Yəni Trustpilot yeri gəlmişkən hansı brokera yatırım edirsə, Trustpilot-da mütləq yoxlayın. Çünki brokerların review-su orada çox önəmlidir. İnsanlar, retail traderlar orada yazır. Pis bir nəticə olanda dərhal yazırlar ki, bu şirkətdən uzaq durun, skamdır və s. Müsbətdirsə də müsbət nəticə verir. Yəni Amarkets bu baxımdan belə deyək, öncül bir şirkətlərdən birisidir. Skoru 4.8-dir. Fərqli dünya fərqli ölkələrində ofisləri vardır. Əgər yatırım etmək istəsəniz, buradan da nəzərdən keçirə bilərsiniz. Kriptovalyutandan da yatırım edə bilirsiniz, kartdan da yatırım edə bilirsiniz. Mədaxil məxaricdə heç bir probleminiz yoxdur. Əlavə olaraq 4 növ hesab var. Standart SCN hesablar verir, minimum spreadlə swapsuz ticarət istəyirsə İslamik akkauntlar verir, İslamik akkauntlara qoşula bilərsiniz. Bu da qısaca Amarkets haqqında məlumatdır. Yer gəlmişəm, Amarkets saytına daxil olub, Azərbaycan dili versiyası da var. Oradan daxil olub bütün məlumatları əldə edə bilərsiniz. Əlavə olaraq da dostlar, burada affiliate partnership şərtləri də var. Əgər siz affiliate kimi qoşulmaq istəsəniz, təbii ki, oradan da gəlir əldə edə bilərsiniz. Yəni müştəri yönləndirsəniz, müştəri əməliyyatlarından tərəfdaş kimi qoşulsanız, komissiyalar əldə edə bilirsiniz. Okey, mənə suallar gəlib, sualları cavablandıracağam. Okey, Elnur müəllim, biz bu sistemdən necə yararlanacaq, təlimlər olacaq. Dostlar, ilk öncə onu deyim, bu sistemdən yararlanmaq üçün Amarkets müştərisi olanlara biz analizlərimizi göndəririk. VIP qruplara analizlərimizi hər gün göndəririk. Yəni sizin durub bu sistemi hardasa qurmanıza gərək yoxdur. Günlük olaraq biz göndəririk və ona əsasən bir mənada risk rewardunu, risk managementinizi qurmaqla ticarət edə bilərsiniz. Salam, mikrofon bağlıdır. Zəhmət olmasa səsim gəlir axı. Bir əmir açıram ki, yuxarı qalsın, amma okey. Bir əmir açıram ki, yuxarı qalxacaq, amma görürəm aşağı düşür. Okey, bazar o demək deyil ki, 100% sizin lehinizə gedəcək. Əleyhinizə gedəcəksə stop lossunuzu vurub çıxacaqsınız. İndi bilmirəm siz hansı sistemlə əməliyyat açırsınız, amma ümumən dostlar, əməliyyat açanda mütləq stop lossu qoymalısınız. Mən də o qədər stop losslar deyil ki, yəni nəticələrimi paylaşanda da görürsünüz. Stop lossuz ticarət eləyirsinizsə, ümumiyyətlə ticarət eləməyin. Mən bunu sizə tövsiyə edirəm. Premium kateqoriyaya qoşulub analizlərdən yararlanmaq istəyirəm. Okey, Fərid bəy yazıb. Okey, Fərid bəy, premiuma qoşularsınız, mən sizə göndərərəm, gündəlik analizlərimizi göndərərik. Zəhmət olmasa bizə supporta yazarsınız, bunu mən sizə göndərərəm. Salam, MetaTrader üzərindən praktik təlim olacaqmı? Dostlar, ümumiyyətlə bu göstərdiyim sistem əslində bizim MT4 üçün də yazdırmışıq bunu. Amma TradingView daha rahatdır vizualları göstərmək baxımından, mən ona görə orada sizinlə paylaşacağam. Ümumən orada TradingView-da da MT4-də də qiymət eyni qiymətdir. TradingView-da baxıb açdınız və ya MT4-də baxıb açdınız, heç bir fərq yoxdur. Yəni sistem olaraq. Okey. Siz dediyiniz ikinci texnika nədir? 2 ədəd onları qeyd edin deyin zəhmət olmasa. Dostlar, hər halda ikinci yanaşmanı dediniz. Dostlar, o opsiyonların strike qiymətinə əsasən mən o levelləri çıxardıram və o levelləri əsasən ən uzaq ehtimalda qiymət ora çatanda satıram, ən aşağı ehtimal, ən dibə çatanda da oradan alıram ki, artıq o ən uzaq ehtimaldır. Yəni onun oradan aşağı getmə ehtimalı daha aşağıdır. Bir mənada orada probability mənim ehtimalım 80-in, belə deyək, 80%-dir. 80% qayıdacaq, ortalamaya qayıtma ehtimalı var. 20% isə stop loss, aşağı getmə ehtimalı var. Sistem ona əsaslanır. Yəni bunu dediyim kimi bu webinarda təəssüf ki, izləyə bilməyəcəm. Salam, işləsən mikrofon. Okey. Növbəti sual. Bizim 2 dəqiqəmiz var. Sadəcə olaraq
Suallarınızı buradan yaza bilərsiniz zəhmət olmasa. Yazın, mən cavablandırırım. Çünki belə səsli qulaq asıb hər kəsə çatdıra bilməyəcəm. Hə, webinarın ekran görüntüsünü bəli YouTube kanalına yükləyəcəyik. Oradan baxa bilərsiniz. Hidden Rule of the Chances müəllifi kimdir? Nassim Nicholas Taleb. O kitabı oxuyun, tövsiyə edirəm. İstifadə olunan indikatorların adı, dostlar, o indikatorları mən özüm belə deyək də yazdırmışıq. Yəni onun adı yoxdur. Adı Elnurdur. Vəssalam, yəni elə adı yoxdur. ProTrader onu hardan tapmaq olar? ProTrader demişdiniz. ProTraderlar adlarını deyirəm. Zəhmət olmasa sporta yazın, o kitabların adlarını yazaram. Hər halda o müəlliflər deyilsə. Bu üç strategiya içərisində win rate hansı yüksəkdir? Ən yüksək olanı dostlar, bu axırıncı göstərdiyim sistemdir. Çünki mən özüm də olan hal-hazırda ticarət edirəm. Sualları yazın dostlar. Çünki dinləyəsi olsam çox vaxt gedəcək. Ona görə mən oxumağa üstünlük verirəm. Sadəcə ondan dolayı. Okey, növbəti sual. Təlim olacaqmı? Dostlar, ümumiyyətlə biz təlim platformamızı hər dəfə deyirik, bu həftə sadəcə texnik işlərdən dolayı gecikir. Ümid edirəm növbəti həftə təqdim edə biləcəyik və oradan qoşula bilərsiniz təlimlərə. Bu strategiyalar, detallar haqqında daha geniş məlumat əldə edə bilərsiniz. Fair value gap internetdən araşdırıb özümüz indikator çəkə bilərik yəqin ki. Dostlar, bu fair value gap deyil. Mən istifadə etdiyim fair value gap deyil, xahiş edirəm. O siz yəqin ICT-ni nəzərdə tutursunuz. Imbalance, ICT, fair value gap. Xeyr, qətiyyən mən ondan istifadə etmirəm. Ondan istifadə etmirəm, subyektivdir. O aldadır. Geri gəlmişəm, kifayət qədər müəyyən mənada effektiv ola bilər, amma aldadır. Yəni ondan trade edib mən nəticə əldə edə bilməmişəm. Ən az mən edə bilməmişəm. Okay. İndikatorlar. İndikatorların adı dediyim kimi dostlar, adı Elnurdur indikatorların. İndikatorlar biz vermirik. Sadəcə olaraq əgər A-Markets müştərisi olsanız, müştərilərimizə paylaşırıq bunları. Birinci texnika nə idi? Siz adını bircə demişdiniz, açığı çox terminlə istifadə edirsiniz. Ola bilər, bu mənim biraz... Amma terminsiz də olmur dostlar. Yəni mən bunu hansı dillə izah edeyim? Yəni biraz heç olmasa araşdırmaq lazımdır bu məsələlərdə. Dostlar, təəssüf ki, vaxtımız sona çatdı. Mən çox təşəkkür edirəm hər birinizə vaxt ayırdığınıza görə. Ətraflı məlumat üçün bizdə supporta yaza bilərsiniz və mən oradan sizin hər birinizin suallarını cavablandıra bilərəm. A-Marketdən supporta yazsanız, individual olaraq hər bir suallarınızı cavablandıra bilərəm.